subsidiyalar artsa da yaxşı olar. Çünki ölkəyə gətirilən dərman preparatları təbii ki, bahadır. Başqa Nabil özün elə deyə o dediklərini. Yəni orta hesabla bu bizdə ata-baba bağı gedir, ekstensiv bağ gedir. Bir ekstensiv bağın 1 hektarının bitki mühafizə vasitələri hardasa bir il üçün 3000 manat bizdən xərc tələb edir. Yəni ona görə də biraz dövlətin dəstəyi olsa bizə bu sahələrdə, istər bitki mühafizə vasitələrinin qiymətlərində, endirimlərdə və yaxud da subsidiya artımlarında kömək olsa dövlət bizə çox razı olar. Hal-hazırda siz 1 hektara nə qədər subsidiya alırsınız? 240 manat alır. 1 hektara 240 manat alırsınız. Bu 240 manatda demək görülür. Çünki bu məhsulun satılmasında da bir problem var. Dövlət büdcəsində bizə yanacaq pulu kimi yəni verilirdi. Yəni bu yanacaq. Mən indi gördüm də siz bir yeşik indi bir yeşik belə də yığılıb orada bir 7-8 kiloqram olar da. Aha, olar. Hələ daha çox olar. Məsələn indi 6 manata onu satırsınız. Belə görək ki, yəni bunun qiyməti çox aşağıdır da. Yəni cəmaatımız üçün yaxşıdır ki, heç olmasa alıb yeyə bilir. Amma indi sahibkar da təbii ki, bunu satırsa, bunun xərci var bu qədər. 30-35 qəpiyə alınan kiloqramın maya dəyəri bizə başa gəlir. 1 kiloqramı 1 kiloqram 30 qəpiyə. 30 qəpiyə başa gəlir. Yəni indiki şeylə, inflyasiyanla, artımlarla bir yerdə beləsi. Yəni burada sən çəkdiyin xərcdən nə qədər götürə bilirsən? Yəni sizin bəs eləyirmi? Müəllim belə deyir, bizdə ailə təsərrüfatıdır. Ailə təsərrüfatı olduğu üçün hər işi özümüz görürük. Ona görə də qalan bizə gördüyümüz işin pulu olur. Məsələn indi səndə bir stimul var ki, tutaq bax gözəl bağın var da, şükür Allaha ki, bağını daha çox artırasan. Yəni artırmaq stimulun varmı? Var. Stimul var. Sadəcə görək gələcək nə göstərəcək. Bazar nə tələb edəcək? Bazar nə tələb edəcək? Milli Məclisin Aqrar Komitəsində mən sədr müaviniyəm, bilirsiniz. Siz də məni tanıdınız. Mən çalışaram bu məsələlərlə bağlı bir müəyyən söhbətlər aparaq. İndi görək dövlətin də nə gücü var, nə imkanları var. Onsuz da yedir. Yəni kənd təsərrüfatına böyük dövlət tərəfindən dəstək var, amma bilirəm ki, sahibkarlar bu dəstəyin daha da artırılmasında maraqlıdırlar və mən bunu da təbii sayıram. Əlimizdən gələni edək. Təşəkkür edirəm.